Salam, hər vaxtınız xeyir olsun. Mən bu videoda maraqlı bir sualın izahını vermək istəyirəm. Sualda deyilir ki, paxla bitkisində rüşev kisəsi əmələ gələn zaman hər bir çiçəyində 35 hüceyrə mitoz bölünməyə məruz qalıb. Çiçək düsturuna aid olan bitişik strukturların sayları cəmi 144-dür. Məlumatda iştirak edən qametlərin maksimal sayı mayalanma nəticəsində əmələ gələn hüceyrələrdəki cinsiyyət xromosomlarının sayları cəmindən nə qədər az olar? Demək, əvvəlcə baxmalıyıq. Əgər bir çiçəkdə 35 hüceyrə mitoz bölünürsə, toxumların sayını bilməliyik. Demək, bir toxumun əmələ gəlməsində 7 hüceyrədə bölünmə olur. 35 x toxumda isə 35 olur. X da bərabərdir 5 toxum. Demək, tapırıq ki, hər çiçəkdə 5 toxum əmələ gələ bilir. Sonra verir ki, çiçək düsturuna aid olan bitişik strukturların sayları cəmi 144-dür. Mən burada paxlalar fəsləsinə aid olan düsturu yazıram. K5 bitişikdir. Ləçəklər 3 üstəgəl 2, ikisi bitişikdir. Erkəkcik 9 üstəgələk 1, 9'u bitişik, dişicik isə 1'dir. Burada hesablayırıq ki, 16 bitişik struktur var. Demək, yazırıq, 16 bitişik struktur olduğu zaman bir çiçək olursa, 144 olduqda da x olur. X da bərabərdir, demək 9 çiçək olduğunu tapırıq. Əgər 9 çiçək varsa, hər çiçəkdə 5 toxum əmələ gəlirsə, toxumların sayını tapmaq üçün 9'u vururuq 5'ə, olur 45 toxum. Və bildiyimiz kimi, bu mayalanma nəticəsində əmələ gələn mayalanmada iştirak edən qametləri. Mayalanmada iştirak edən qametlərin sayını tapmaq üçün, demək, bir toxumun əmələ gəlməsində 3 qamet iştirak edir. 2 sperm və 1 yumurta hüceyrə. Bunun üçün biz 45'i vururuq 3'ə, olur 135. Sonra bizdən mayalanma nəticəsindəki hüceyrələrdəki cinsiyyət xromosomları sayı cəmini istəyir. Demək, 45 toxumu var idi. Mayalanma nəticəsində zigot və endosperm əmələ gəlir. Zigot 2n, endosperm 3n olur. Yəni, cəmi 5 olur. 45'i vururuq 5'ə, bərabərdir 225 olur. Və bizdən istəyir ki, qametlərin sayı cinsiyyət xromosomlarının sayından nə qədər azdır. Bunun üçün biz 225'dən çıxırıq 135'i, bu da olur 90. Demək, doğru cavabımız olur Y variantı.